Mənim Magnus Carlsenlə olan qələbəmi Teymur Rəcəbovun 15 yaşında Kasparova qarşı olan qələbəsinə bənzətdilər. Amma mənə elə gəlir Teymur Rəcəbovun bu uğuru qat-qat daha böyük uğurdur. Çünki o bunu edəndə 15 yaşı var idi və turnir də klassik formatda bir turnir idi və klassik formatda olanda belə deyək, vaxt artdıqca qələbə şansı daha da azalır, yəni daha da çətinləşir qələbə qazanmaq. Magnus Carlsen təbii ki, gəlmiş keçmiş ən yaxşı şahmatçılardan biri hesab olunur və çox adama görə də məhz belədir. Azərbaycanlı şahmatçılardan ona qalib gələn Teymur Rəcəbov qalib gəlib, Şəhriyar Məmmədiyarov qalib gəlib, Vüqar Həşimov da səhv etmirəmsə qalib gəlib ona qarşı. Başqa oyunçulardan amma hal-hazırda açıq heç kim yadıma gəlmir. Böyük ehtimalla mən elə 4-cü və yaxud 5-ci Azərbaycanlı şahmatçıyam ona qalib gələn. Magnus Carlsen is on his way to the game against Aydin Süleymanli. Big thing from Azerbaijan. A handshake and Aydin opens the game. 3 attacking the pawn, but he misses rookie 6th idea. He did take into consideration f6 idea. Oh, he doesn't even play rook f3. He actually lifted the rook. Magnus saw rookie 6. He resigns. Aydin Süleymanli beats Magnus. Hong Kong turnirinə Odlar Yurdu komandası ilə yollanmışdıq və komandamızın kapitanı Rauf Məmmədov idi və hətta yarışdan öncə biz onunla lövhələr barədə danışanda mən ona Carlsen'la oynamaq istədiyimi dedim. O da dedi ki, əgər Carlsen oynamaq istənsə, böyük ehtimalla birinci masada oynamalısan Rapiddə və biz elə də razılaşdıq və elə gətirdi ki, elə Rapid mərhələsində mən birinci lövhədə oynadım və Carlsen'la qarşılaşdıq. Onların komandası VR Chess komandası idi. Ən top şahmatçılar idi. Həmin komandada Magnus Carlsen, Fabiano Caruana, Saul Wesley, Duda Jan-Krzysztof və digər dünyanın ən yaxşı şahmatçıları var idi. Oyun vaxtı təbii ki, istər-istəməz həyəcan var idi. Çünki qarşındakı şahmatçı gəlmiş keçmiş ən yaxşı şahmatçıdır. Hətta bəzi anlarda mən əmin idim ki, o səhv keçişləri eləyirdi. Amma yenə də buna çox inanmırdım. Çünki düşünürdüm ki, qarşımdakı Carlsen'dır və o necə səhv gediş eləyə bilərək. Yəni, onun şahmatdakı gücü bu qədər böyükdür. Yəni, atsanı o qədər böyükdür ki, hətta çox insan onun səhv gediş eləyə biləcəyinə belə inanmır. Şans elə gətirdi ki, qalib gəldim və ən əsası təbii ki, komandamız qalib gəldi. Həmişə uşaqlıqdan Carlsen'la oynamaq barədə düşünmüşəm və nə vaxtsa əslində uda biləcəyimə də inanırdım. Amma sırf bu anda olacağına çox da inanmırdım. Həm xəyal qurmaq daha asandır, onu reallaşdırmaq daha çətindir. Və reallaşdırandan sonra o qədər də inanmırdım. O təbii ki, maraqlı anlar idi mənim üçün. Yəqin ki, çox şahmat-sevər də görüb Qukaşa qarşı oyunda məsələn, oyundan sonra lövhəyə yumruq vurmuşdu və s. Amma mənim oyunda elə deyildi. Yəni, məncə yaxşı bir şəkildə, centilmen bir şəkildə məğlubiyyəti qəbul etdi və heç bir şey demədi mənə və yaxud hakimə və s. Yəni. Oyundan sonra elə kameralarda da düşüb Amerikalı Neiman Hans mənə təbrik elədi. Onunla Carlsen, belə deyək, düşmən kimi sayılırlar və Carlsen məğlub olmağı Hansın ürəyincə idi. Ona görə də mənə təbrik elədi. Şəhriyar Məmmədiyarov elə həmin turnirdə idi və özü elə oradaca mənə təbrik etdi. Teymur Rəcəbov da telefon vasitəsilə oyundan sonra mənə öz təbrikini bildirmişdi. Səhv eləmirəmsə, bizdə yalnızca Şəhriyar Məmmədiyarov dünya çempionu olub. O da Rapid növü üzrə olmalıydı, səhv eləmirəmsə. Ondan sonra olmayıb, ümid edirəm, mən də nə vaxtsa olaram. Son 2-3 ilə baxanda müəyyən qədər bir dirçəliş var Azərbaycan şahmatında. Məsələn, qadın şahmatçımız Ülviyə Vətəliyeva Avropa çempionu adına layiq görüldü. Kişilərdə də düşünürəm ki, mən, Məhəmməd Muradlı və s. digər gənc şahmatçılarda əvvəlkilərə nisbətən daha yaxşı çıxış edirlər. Ümid edirəm, belə də davam edir və biz yenidən o köhnə günlərimizə qayıdarıq. Elə bu il keçirilən kişilər arası Avropa çempionatında ilk 4 yerin 3-ü Azərbaycanlı şahmatçıları idi. 2-ci Abbasov Nicat, 3-cü mən və 4-cü Muradlı Məhəmməd. Bizdən qabaq son dəfə medal 2005-ci ildə gəlmiş səhv eləmirəmsə Avropa çempionatından da Teymur Rəcəbov tərəfindən 3-cülük idi və 2026-cı ildə
bizdə həm ikincilik, həm üçüncülük və həm də dördüncülük oldu. İndiki dövrdə onsuz da elə şeylərdən uzaq olmaq biraz çətindir. Təbii ki, mən özüm də sosial mediada vaxt keçirdirəm və s. Bu normaldır. Amma bu o demək deyil ki, bütün günü bundan məşğul olmalısan. Və həm də mənə görə gün 24 saatdır. Yəni vaxtı yaxşı ayırsan, həm sosial mediada da vaxt keçirə bilərsən, həm özün üçün səmərəli bir iş də eləyə bilərsən, hər hansı bir hobbinlə məşğul ola bilərsən və s. Düşünməzdim ki, yəni Azərbaycan gəncinin problemi var və s. Problem əgər varsa belə dediyiniz kimi, yəni gənc problemlər olmağı normaldır. Yəqin ki, yaş artdıqca, həyat təcrübəsi gəldikcə hamısı düzələcək və Avropadakı və yaxud digər ölkələrdəki gənclərlə öz gənclərimizi müqayisə edəndə, yəni heç bir fərq görmürəm əslində. Bir çox ailədə yəni yeganə fikir odur ki, sən yaxşı universitetdə oxuyub, yəni yalnız yaxşı universitetdə oxuyub uğurlu insan ola bilərsən. Yəni bu təbii ki, elə deyil. Futbola marağım var izləyici kimi və əlimdən gələn qədər futbol oyunlarını izləməyə çalışıram. Tottenham klubuna azarkeşlik edirəm və Azərbaycandakı fan kluba da üzvəm həmçinin. Messi, Ronaldo. Messi. Bəhlul Mustafazadə ilə məsələn oturub söhbət etmişik, şahmat oynamışıq və s. Və o da çox dünya görüşdü, belə deyək, mədəni bir insandır. İlk qazancım təbii ki, mən uşaq olanda olub, yəqin ki 7-8 yaşımda bizdə tempo turnirləri olurdu. Orada çox vaxt yaxşı oynayanda məsələn 5 manat və ya 10 manat mükafat olurdu. Onunla nə etmişəm? Yəni ki, çox seçimim olmayıb. İstərdim ki, təkcə biz yaxşı oynayanda yox, biz pis oynayanda da bizə dəstək mesajları yazsınlar. Çünki qalib gələndən sonra əslində mənim üçün o qədər də önəmli olmur. Kim məni təbrik edir və s. Önəmli olan, mən məsələn karyeramda çətin dönəmdən keçəndə mənim gördüyüm dəstək və s. Bu daha önəmlidir mənim üçün.